Mən də deyirəm bu insanlar niyə bu mağazaya belə axın edir? Sən demə, Nərimanovda elə bir mağaza açılıb ki, burada hər şey su qiymətindədir. Mağaza olduqca genişdir və hər bir geyim, eləcə də aksesuarları buradan asanlıqla tapmaq olar. Qadın, kişi və uşaqlar üçün əla qış geyimləri də var idi. Hansı ki, heç bir yerdə bu qiymətə bu məhsulları tapa bilməz. Məsələn, uşaq şalvarları 5 manat 40 qəpik, kurtkalar 9 manat 80 qəpik, qadın koftaları 4 manat 95 qəpikdən başlayır. Hətta 10 manata çox keyfiyyətli qış köynəkləri də var idi. Qadın kurtkaları cəmi 22 manat 20 qəpik idi. Kişi sarıçkaları 18 manat 60 qəpik, şalvarlar isə 18 manat 80 qəpik idi. Qalın qış çorabları isə cəmi 1 manat 95 qəpikdir. Hansı ki, bunu başqa mağazalarda 6-7 manat əldə edə bilərsiniz. O qədər bol çeşid var idi ki, bu qeyd etdiklərim sadəcə videoda bir qismdir. Yeni məhsullar gəlmişdi, onları da videoda qeyd etdim. Gördüyünüz 10 manatlıq köynəklər çox gözəl idi. Uşaq pijamalarının materialı isə yumşaq idi. Həm uşaq, həm böyüklər üçün istər pijamalar, istər at geyimləri, istərsə də üst geyimlərin hər bir növünü tapmaq olur. Bu mağazada hətta işgüzar xanımlar üçün belə klassik şalvarlar var idi, qiyməti isə münasib. Cəmi bu şalvarların qiyməti 19 manat 80 qəpik idi. Burada həmçinin evdə rahat geyinməniz üçün şalvarlar da var idi. Qadınlar üçün şalvarların qiyməti cəmi 6 manat 40 qəpik idi. Kişilər üçün isə olduqca münasibdir. Kişi bölməsində də hər bir məhsulu tapmaq olur. Düşünün, şəhərdə od qiymətinə satılan polad materiallı buradakı aksesuarlar cəmi 3 manat 40 qəpik idi. Normalda mən onu 9-12 manata şəhərdən almışam. Aksesuarların çeşidləri olduqca çox idi. Hətta yeni məhsullar tez-tez təzələnir. Daha bu mağazada nə yox idi ki, kişilər üçün, qadınlar üçün, uşaqlar üçün şərf papaq növlərinə bir baxın. Yenə də dönə-dönə deyirəm ki, bu mağazaya siz özünüz gedib baxmalısınız, çünki videoda sadəcə bir qismini göstərdim. Navis mağazası düz Nərimanov metrosunun çıxışında yerləşən McDonald's-ın yanındadır.